Ha geliriz de koy görek geliriz. Ha. Geliriz. Fiyatı neçədir bu? FETÖ. Mahir Solar deməli 50 il bundan qabaq qapısından girmiş. Adımızı spesifik oxudur. İndi inşallah bu 50 illiyi qeyd elədik. Növbəti 5 ildən İnşallah. sonra Senle ben 51. o heç yox. Əsas məsələ instituta girmişik. Parmağı demek ki. Birliyində 50, Tormaqda 45 illikdir. Onda gene 50 illiyi getirdik. Genç nesile Güne gün olsun 100 illik de getirdik. Çok değil. Allah şeref Bizimki de yazdı. Sabıkatın şey yazdı. Diğer sesin de yazdı. Hadi gelin durun tez edin. yakın gelin. Gelmezler. Belli. Nizamilik grubunu kullandı karşı. Gelmezler gelirler. Ben ülkeden başından gelirim diye. Kapalı uçulan falan. Evet, Türk. Biz gelmiştik. Abi siz bizden sonra geldiniz. Görüşemedik o. Rahmi olmayan. Öyle mi? Allah öyle hamımızın canını sağ eylesin. Böyle gerek görüşlere, görüşe, söhbet edilmeye, geleceğiydik. Elimiz açılsın. Canımız sağ olsun. Allah ölenlere rahmet eylesin. Sağ olun, var olun. Ben 30 yıl burada defalıkta işledim. Sərdi müəllim buradadır. Sədim müəllim burada işləyir. Müəllim deyildi 30 kadar. En çok görmek için nedir o kadar futbol oynamış. Ben sizden sonra müvafiq eləmişəm. Elmlər doktoruyam, professoram. Ben 50 il işləyirəm də. Elektrikli mexanik maşınımızdan. Bir de yaxşıdır. Biraz dəyişik. Yaxşı, indi siz indi Savaşçı müəllimi məsələsi görüşdünüz mü? Yox, elə ona görə gəldi. Bir 10 il mənim mavinim işləyib o. Yaxşı oğlandı, o da çox. Haralıdır o? O Zərdabdan. Cavan yoldaşdır. Yaxşı oxuyubdu, yaxşı oğlandı. Bacarıqlıdır. İndi bu korpusa imkanana qədər universitetdə ən böyük korpus bizim için. Bir dənə sizin aksakallık Heç vaxt Flastel'den vermək olmaz. Nə qədər o tərəfə koymuşsun. Bu arka tərəfə gedin. Bastılar bu dekanatın şəhidləri Koy baxsınlar. Təvəkkül müəllim də baxsın. Gelin, çəkirəm. Buyurun, keçin. Keçin. Şükür bugünkü günə. Deməli 50 il bundan qabaq buranın tələbəsi adını qazanmışıq. Gün olsun 50 illiyimizdə 5 ildən sonra gələk keçirək. İnşallah. Yox, ocaksınız, Ceyhan, ocak. Münasibətlər, orada sinirlər, söhbət,
Son derinde adı böyle kal. Belki bura bak, belki gelmez. Hepinizi salamlayıram. Sizə uzun insan sağ olasın. Əvvəla Vətən müharibəsində həlak olan şəhidlərimizi, eləcə də aramızda tələbə yoldaşlar dünyası dəyişənlərimiz var, müəllimlərimiz var. Onları bir dəqiqə sükutlara gətirdik. Allah rəhmət etsin. Fakültəmiz tuz tarixə var. Bu illərin üniversitesi 105 illik qeyd olacaq. Fakültəmizdə indiyə qədər 12 ixtisas olubdur. Hal-hazırda 9 ixtisas. Siz oxuyanda, biz oxuyanda bir ixtisasımız var. Kənd təsərrüfatının mexanikləşdirməsi ixtisası. İndi gedir ixtisasımız aqro mühəndislik. İxtisasımız var logistika mühəndisliyi. İxtisasımız var kompüter mühəndisliyi, informasiya texnologiyaları, maşın mühəndisliyi, miqrasiya mühəndisliyi, energetika mühəndisliyi, elektronika və elektrik mühəndisliyi. Fakültəmizdə 145 magistr, 230-a yaxın diyarlı tələbə, 1300-ə yaxın bakalavr ixtisas tələbəli təhsil alır. Demək olar ki, universitetimizdə ən böyük fakültələrdən 7 fakültə fəaliyyət göstərir. Onlardan biri də mühəndislik fakültəsidir. Mən 2021-ci ilin dekabrından özüm 12 il yarım fakültəyə dekan olaraq fəaliyyət olmuşam. 2021-in dekabrından da bu günə qədər də fakültəyə dekan vəzifəsində çalışıram. İşlədiyim müddətdə fakültəmizdə hal-hazırda 134 professor müəllim heyəti, 56 laborator bilgiçi fəaliyyət göstərir. Onlardan 6 nəfər elmlər doktoru professor, 56 nəfər elmlər namizədi dosent, 12 nəfər elmlər namizədi baş müəllim, 50-yə yaxın elmi dərsi olmayan asistent baş müəllim demək olar ki, əmək fəaliyyətini çalışır. Fakültəmizdə demək olar ki, ümumi yaş həddi xeyli zamanlaşıqdır. Vaxtilə orta yaş həddi 62 yaş idi. İndi hal-hazırda olub 45-46. Ona görə ki, gənclərə Cənab Prezidentimizin, Cənab Nazirimizin, Cənab Rektorumuzun səy neçəsində demək olar gənclərə çox böyük üstünlük verilibdir. Hal-hazırda hər fakültədə, hər ixtisasda, hər kafedrada 4-5 gənc müəllimlər çalışır. Maksimum yaşında neçə yaşda? 32 yaş, 33 yaş. 26-27 yaşında gənclərimiz var. Onlar hamısı xaricdə təhsil almış gənclərdir. Demək olar ki, fakültəli götürdükdə hal-hazırda 10 kafedə idi. Müəyyən struktur dəyişikliyi ilə bağlı fakültədə 7 kafedə fəaliyyət göstərir. Birinci demək olar ki, riyaziyyat kafedası, fizika riyaziyyat kafedası adlanır. İnformatika, birinci informasiya texnologiyaları kafedası adlanır. Elektrik ixtisasında olan energetika və elektronika mühəndisliyi kafedasıdır. Miqrasiya mühəndisliyi və hidrotermik qurğular kafedası, kənd təsərrüfatı texnikası və texniki servis, hansı ki, siz keçmişsiniz maşın traktor parkının istismarı, traktor avtomobillər, kənd təsərrüfatı maşınları, hamısı cəmləşir bu arada. Eləcə cəmaatı məmləkəsi texniki, mexanika və maşın mühəndisliyi kafedasıdır. Ona görə də götürdükdə heç bir fakültə 7 kafedra yoxdur. Yeganə fakültə mühəndislik fakültəsidir ki, orada 7 kafedra fəaliyyət göstərir. Kafedra müdürlərimizin əksəriyyəti gənclərdir yenə. Demək olar ki, ən yaşlı kafedra müdürümüzün
hal-hazırda məsələn 65-66 yaşı var. Qalanları 40 yaş, 45 yaş, 50 yaşında gənclərdir. Universitetimizin rektoru Zəfər Qurbanov Ali Neft Məktəbində prorektor, dekan vəzifəsində çalışır. Özü AZI deyilən Neft Sənaye Universitetinin məzun olubdur. Zaman 47 yaşında özü gəncdir. Gəldiyi müddətdə universitet üçün böyük işlər görübdür. Demək olar ki, bizim ikili diplom proqramı ilə biz Türkiyənin Ege Universitetindən yenə də müqaviləmiz var. Eləcə də Kapaşvar Universiteti Macaristan Respublikasında bizim müqavilə bağlamışıq ki, biz orada yenə də tələbə göndəririk. Magistraturanı, bakalavr səviyyəsində gedir, həm tələbələrimiz orada təhsilini davam etdirirlər. Yəni, hal-hazırda bizim Polşada, İtaliyada, Türkiyənin özündə də magistr tələbələrimiz var, doktorantlarımız var. Şəxsən mənim müavinlərim ikisi də cavan, gəncdir, 27 yaşlı, 28 yaşındadılar. Onlar hər ikisi Türkiyə Respublikasının ali məktəblərində doktorantura təhsilini davam etdirirlər. Ona görə fakültə haqqında uzun danışmaq olar, vaxtı çox almaq istəmirəm. Sizi maraqlandıran, mən sizə söz veriyorum, mən də sizi dinləyəm. Bir nəfər, iki nəfər yoldaşlarla işləsin. Onlar dinləyək, sonra da İnstitutun tələbəsi olmuşuq. Sevinə-sevinə birinci kursa başlamışıq. Şimdi şükür edirik ki, bu 50'li yani görürük. Burada indi yoldaşlarımızdan eksikliklərimiz də oldu. Onların rəhmət dinləyək. Baş sağ vətən büyüdürsün. Onun bir dəqiqə yad edəyən o həyatın dəyişənlər. Bunlar qarşı. eləmişdik bilək bilək. Heç eləməm, gec gəlmişəm. Ona görə ağırlı günlərdir. Hər bir ya da şöyle adam köylər. Allah rahmet eylesin. Son bu işin səbəbkarı Fəqan müəllimimiz sağ olsun. Bugün ad günü keçirdi. Vərdişələri ad gününə gələnlərlə. Ondan sonra illərlə kurs görüşü, tələbə yoldaşlarla görüş keçirməyə vərdiş eləmiş. İndi bu 50'liyi İNST'a girdiğimizin 50'liyi qeyd edədiyimiz kimi o İNST'u 50 il başa vurmamızla yaşasaq 5 ildən sonra gələk onu da qeyd edəcəyik. Ona qədər də gənə ildə bir dəfə, iki dəfə canımız sağ olsun, gələk görüşək. Minnətdarım, sizə də təvəkkül edirəm. Hər halda aşağıdan elə reaksiyanızı verdi. Cəmal müəllimlə paralel oxumuşuq, o düzdür bir kurs məndən qabaq oxuyurdu. Mən onu tanıdım, o biraz qocalayıb, məni yaxşı tanıdım. Görüşdük, güldük. Bu qədər ayrı, can sağ olun. Məfəqətlər sizə. İndi burada üzr istəmir. Müəllimlərdən indi bir ay ismini biraz özüm bitirdim. Müəllimlərimizin sohbət, onu verirlər. Yox, bura yox, bura yox. Çay sırfəsinə. Arxalı kişi parkda, çay sırfəsi orada çıxır. Bu icraatda özümüzün dayak nöqtəmizdən xahiş edirəm. Kimsə istəyir. İxtiyar sahibisiniz. Kimin sözü var, yoldaşlardan? Yəni kim? Rəy sözlərdir. Allah sözlərimizi deyə çox şagirdlər də olan vaxtda biz danışıydıq, nə təsir almışıq. Oradan bizim vaxtımızda çox yaxşı təsir verirlər. Və rayon yerlərində də seçilirdilər. Ayrı institutu oxuyanlar soruşurdular ki, sən bu şeyləri hardan bilirsən? Deyirdim, ön yığılsın, baxın, sadə kim adam. Mən bizə divlər dərs deyibdi. Bunlar gedib sapramatdan bilib çalanmırdılar. Bizim sıxıb suyumuzu çıxardı. Mən sizə bir irad deyirəm. Mən şəxsən elə özümdə hamısı məzunur. Çox zəif əlaqələriniz var. Nə olar ki, bax, gələsiniz sentyabrda, oktyabırda 4-cü sələlərdən buraxılış kurslarına görüş keçir, ustad dərslər deyəsin. İxtisaslar uyğun yoldaşlar işləyirlər də hamımız. Hamımız rəhbər vəzifə çalışmaq istəyirəsiniz görürəm. Və niyə əlaqə saxlamışsın ondan? Hə, da ona olmamalıdır axı. Valla olmamalıdır. Mütləq lazımdır. Telefon nömrəmiz də var. Lazım olsa nə vaxt istəyirəm. Neyse, Benetkədə də adı şəkli yoxdur. Benetkədə də yoxdur şampımanın. Çəkirsən.
Göksular gerçeklikler abi de. Biraz yıl var. Ramazan ben saklama. Sağ olun, sağ olun. Allah razı olsun. Biz şunumuzu verelim. Elbette, elbette. Şükürler olsun. 50 yıl bundan qabaq ilüstrə bildiyimizi gəldik, bugün xatırladıq. Yəqin bu məclisi aparmaq üçün bizə şair də lazımdır. Zümrüt müəllimi sesini sürfən, aksakları sesini bir özü yavaş şiirdən desin, yoldaşlarını dinləsin. Mavili'den Cemşit müəllim və Cemşitlərdən qafiyəsi ilə sözlər deyəcək. Bugün həqiqətən məclisə baxanda adam nürəyə açılır. Adam cavanlaşır. Elə bilirsən ki, 5, 67, 68, 75 yaşımız yoxdur. Həmən tələbələr, həmən partada oturmuşuq, ürəyimiz cavandır. Allah hər birinizə həmişə ən əsası olan can sağlığı qismət eləsin. 5 ildən sonra da, 10 ildən sonra da belə bir görüşləri təşkil edək. Bugün elə bir gündür ki, elə bir şey yubiləyə qarşı və qəbul olmağımızın 50 illiyi, qurtarmağımızın 45 illiyi. Sizin hamınızı bu 45 illikli münasibəti ilə təbrik edirəm. Allah sizə can sağlığı versin. Mən şükür eləyək ki, Allah'a həmişə biz buradayıq, biz salamatıq, biz yaşayırıq, biz bir-birimizdən əlaqə saxlayırıq. Allah yerdə qalanlara da rəhmət eləsin. Gəlin bir dəqiqə şükürlə, bütün tələbə yoldaşlarımızın rəhmətə gedənlərin xatirəsini bir dəqiqə şükürlə qəd edir. Allah rəhmət eləsin. Allah yerdə qalanlara can sağlığı versin. Allah bizə həmişə elə imkan versin ki, elə can sağlığı versin ki, biz görüşə bilək. Mən yoldaşlarım bəzilərini əlaqə saxlamışam. Həstəliyinə görə, məsələn, Baxşeyiş gələ bilmədi, dedi, Kalyaska deyəmişim, gediyəmlərəm. Müdürət dedi, bir həftə bundan qabaq afiyesi olmuşam. Allah bu işləri hamımızdan uzaq eləsin. Həmişə sizi belə şah, yumraq verək. Bir daha 45 illik münasibəti ilə sizi təbrik edirəm və buna əsrlərin təzə bir şeyi sizə çatdırırım. Biraz versəniz. Xoşbəxt olasınız.
siz ömür boyu. Sizsiniz yaşadan bu kökü, soyu, görəsiz nəvə toyu, nəticə toyu. Onlara hər zaman olasız dirək. Yubileyiniz mübarəkdir, mübarək. Gecəni gündüzə biz qata-qata, hər kəs istədi arzuya çata. Bir vaxt oğul idik, biz olduq ata. Arzunuz həmişə qoyaşdı çiçək. Yubileyiniz mübarəkdir, mübarək. Gəldi ağlıma bir fikir hərdən. 45 il keçibdi ömürdən, gündən. Xatırlayaq o günləri hərdən. O günləri unutmayaq biz gərək. Yubileyiniz mübarəkdir, mübarək. Hər tərəf gündüz şəhri bağ olsun. Keyfiniz kök, damağınız çal olsun. Əhvalınız xoş, canınız da sağ olsun. Allah hamınıza buyursun kömək. Yubileyiniz mübarəkdir, mübarək. Görüşə həvəslə gəlibdir hamı. Sevinçlə qeyd edək biz bu bayramı. Çünki sizdən aldı bu gün ilhamı. Bu sevinci bugün sizinlə bölək. Yubileyiniz mübarəkdir, mübarək. Çox sağ olun, sizi bilənlərdir. Əbəlfət həmişə o vaxtda, bu vaxtda Ağsaqqal olub, mikrostol gibi. Bugün də çox fəaldır, dostları axtarmaqda. Həmişə axtarır, arayır, gedir, tapır. Axtarır, dolaşır, gəzir hər yanı. O bizə tapdığı axır ki, sahib saryanı. Çox sağ olun Əbəlfət. Başkan onlar bax belə. Dostları axtarmaqda sən devam et. Ömrü yolları qaranlıdır, ağlıdır. O bizim qeyrətli qaravalıdır. Buyurun. Yine ben öz kardeşlerimin her birinin can sağlığını her birinin görüşleri kesilmek bizim öz sağlığını yaşamak Allah sağlığı eylesin, Allah şefimizi kök eylesin, mübarek olsun. Sözün bahaneleri razıdır. İşiniz həmişə qoy olsun rəvan. Qrupu yarattığı məqali cavan. Allah olacaq tanrı versin. Hər yana yayılsın mənim sorağım. Fəqani olubdur mənim qonağım. Allah ona can sağlığı versin. Dursun bu gecə o sağlığı versin. Oradan da bugün tarihi bir gün. Yarın 50 yıl bundan sabah burada oturanların her biri 18, 20, 22 demeleri ki benim özümün 21 yaşım olur. Yarın bugün doğrudan da biz bu gümrüşle öz zamanımızı hatırlayırız. Hemin günler. Doğru hoşdur. Çünkü bu dövmeyiz. Gayet o. Biri sevdiyadır. 50 yıl bundan qabaq biz sevmişler o Yusuf Qaplar nasıl adımladığını bir daha hatırlayırız. Allah imkan versin ki biz bunu tutarmağımızın, məzun olmamızın da 50 yılını böyle görüşenleri qeyd edeyim. Ben bugün burada iştirak edenler, ister iştirak edemeyen tələbə yoldaşlarımızın her biri can sağlığı arz ediyorum. Arz ediyorum ki onlar bütün arzularına çatsınlar. Nəvə nəticə sahibi yəqin ki olanlar var ve onların da xeyir işlərini görsünlər.
Bir daha sizin her birinizi vücut münasebetiyle tebrik ediyorum. Sözü bugün özde tebrik sözü bugün biz sağ gelip iştirak ettik. Ve her birinize Allah veren ömrü sağlam yaşamak. Sağ olun. Çok sağ olun efendim, çok sağ olun. Sizin yönü. Bu elini bırak. Belli sağ ol, belli. Evde oturmakta çok adam bezir. Cavansa dünyanın yarısını gezer. Hoşu gelmir ne şekerden ne qəttdən. Sərsiz daşkətdən yarı kəsirlər qəttdən. Ne əzizəm onlar ki, dudamış görək bir şeylə gedir. Sözümü de görürsən niye böyle? Deyirəm min değerli olsun, ben min yerli olsun, bize değerli olmasın. Valla. O da. Ha sen ne diyorsun? Ama onun şarkının adını sen. Adını sen. Ha sen. Ha gel otur orada üstollar. Gel orada otur başta. Yok bak başta otur. Hariktir otur. Orada kamera çekiyor. Olmaz efendim. Aziz dostlar, bugün elə bir gözəl gündür ki, yəni məndən qabaq Cümşüd də dedi, Avufat da dedi, Qaqani da dedi. Yəni bu yubiley görüşü. Bu hər bir insana qismət olan bir şeydir ki, bizə qismət olur. Biz ondan fəxr duyuruq. Bugün elə bil ki, 1975-ci il sentyabrın biridir, gəlmişik. İnstitüt deyirlər ki, Pambuğa gedirsin. Rastladışqa gəldi. Rastladışqa söhbətini mən eləyim. Dünən o qədər gülmüşəm ki, Osman deyir, sentyabrın biridir gəldik, dedilər ki, gedir, rastladışqa tapın, gedirik Pambuğa. Mən də deyir, düşmüşəm axtarlar üçün orada rastladışqa, burada rastladışqa. Şömranlıq qabağında bir dənə meyvə magazini var. Geldim diye oradan soruştum ki, sizde rastladışka var mı? Sizde rastladışka var mı? Ne kadar satıcı taşı gördü ki, buna rastladışka satılan yerdi mi falan? Ben o arkamda düşünceyim biter, kaçtıklarımı tutardım. Ben ne görmüştüm? Kendimizde bir tane magazin var idi, hem rastladışka satırdılar, hem meyve satırdılar, hem paltar falan feşmeşen. İndi gelip bir ben düşmüşüm şehre, ben ne bileyim burada paltar satılan yeri ayrıdır, meyve satılan yeri ayrıdır, bulandır. Yani o Osman geçirdiği günleri her birimiz geçirmiş. Ancak indi başka sahelerde olmuş. Yani birimiz magazinde olmuşuz, birimiz restoranda olmuşuz. Yani o günleri hamımız geçirmişiz. Çok şükürler ki o günleri geçire, öğrene gelip bu seviyeye çatmışız, bu yaşa çatmışız. Allah bize can sağlığı versin. Bir numara. İkinci, bize mehribançılık versin. Her an yüzümüzü görmesek de birbirimizin adımızı eşidende fəxr edək ki, ben Cəllabatda Sakit Hacı'nın adını eşittim. Allah ona can sağlığı versin. Yani həmişə ömrümüzü Allah'ın verdiği ömrü mübarək ilə yaşayırıq. O yaşadığımız vaxtda, o yaşadığımız müddətdə mehriban olan bir-birimizə can deyək, can eşidək. Və sizin hər birinizə xoş gəldin deyirəm, xoş görüşmüşük deyirəm və Allah bizə mehribançılıq versin. Daim, ömür boyu. Bir də sağlam ömür versin. Allah'ın verdiği ömrü sağlam versin. Ben size bir daha xoşbəxtlik arz edirəm, can sağlığı arz edirəm və arz edirəm ki, belə məclis axarlı olsun. Yani bu axırıncı yox, axarlı olsun. 5 ildən sonra biz İNSTU qurtarmağımızın 50'liğini qeyd edirik. Hər birinizə can sağlığı arz edirəm. Sağ olun.
Ben Selman Sarı'na böyle Biz koymuyor. Ben derim yani her evde yemek çıkırsın. Buz koysan ben de gelip orada oturarım. Ne de olmuş Selman? Rahmetli Kotur'la. Tələbçadan yazılıyor. Bizi çok hürmetle qəbul eylədi. Bizə çox gözəl sözlər söylədi. Gəlin unutmayaq heç vaxt bu anı. Bizim dekan. Sizin her birinizə bir can sağlasın. Bu yeni bir il değil, neçə illərdir ki, bir-biriniz olan təsəvvür olmuşsunuz. Allah'tan lazım olur ki, her ildə bir ay yaşarsınız, həmişə xeyir işlərdə, bir-birinizin xeyir işlərdə edəsiniz, xoş günlərdə yaşar, Allah sizi var etsin, Allah sizi vaxtlarınızı xoşbəxt etsin, subaylarınıza qədər xoş günlər qismət olsun, övladlarınız xoş günlər görsün, subaylarınıza xeyir xoş işlər dilərsiniz həmişə. Yəqin burada çoxunuz babasız, yəqin bir nəfər mənə yaxınlaq deyil ki, mən nəvəm sizə tələbədir. Gördünüz də bura şuva da oxşuyur, nəvəsə şuvadır. Otur mənim qarşı-qarşıyam. Allah sizi var etsin, tərəfat gözlər, önünüzdən sağlasın. Gün oyun olsun ki, belə xoş günlərdə məni sizin nəvələriniz əldə etsin. Çünki kim nəvələrindən İxan Ağa müəllim olur, sizin rəhbəti eşmə yetirdin məndən. Bəli, Allah qənim hamısı rəhmət etsin. Vaxt olacaq, neçə sonra yəqin bizə xatırlayacaq. Bunu var olun, minnətlər hamısı mənə söz verinizə gəlsin. Hər birinizə uzun ömür can sağlayacağım. Sağ olun. Vardı, onda da fitri istedad vardı. Göreceğim mən. Çünki mənim əziz qardaşım, bütün tələbə yoldaşlarına üzümü tutub deyirəm, hər birinizi xoş gəlmişsiniz. Allah'ın bugünkü gününə çox şükür olsun. Mən qəlbən o qədər sevinirəm ki, bugünkü gündə bizə qismət oldu, bu tərkibdə belə görüşə bildik. Bu yaşımızda, bu görüş bizim üçün çox böyük bir müvəffəqiyyətdir, uğurdur. Çox şükür, bu günə çox şükür. Mənim sevincimin həddi hüdudu yoxdur. Çünki qardaşım, qurban olum sənə. Şair yazır, sən qəlbini geniş eylə, yağın aşkı məzi yaxın. Ey gözəl, sürməni çək, göyçək görün, gözəl, qaşa məzi yanır. Od var olsun, su var olsun, olacaqsa nə var olsun, üst-üstə qoy divar olsun, daşın daşa məzi yanır. Şair deyir, başıma aşman ağılı, başsız bu dünya dağılı, ay qardaş, içində varsa ağılı, başın başa nədir yanır? Bu gözəl anda, bu gözəl məqamda, bax bu məclisimizin bu şirinliyində bir-iki yarpaq da mən desəm, bunun bu gözəlliyə nədir yanır? Daha gözəl olar, düzdür mü? Çox şükür, çox gözəl. Deyirəm, məclis nə xoş getir, ey dostlar, ruha şad verir. Məclis nə xoş getir, ruha dad verir, xəyala, duyğuya qol qanat verir. Belə gözəl məclisdə, gözəl süfrədə danışmayan bir qonaq, bilməyən bir dil, danışmaq istəyir, dinmək istəyir. Bugün mən də bir qonağam, bu məclisə varmışam. Məclisin xoş ahənginə heyranam, vaxt qalmışam. Xatirələr yaddaşımda düzülür, xoş arzular ürəyindən nəfələnib süzülür. Arzum budur, ey dostlar, kaş hamınıza bax beləcə şənlik qismət olaydı. Qədəhlərə al şəraflar süzüləydi, dolaydı. Bu xoş günlər yaddaşlarda əbədilik qalaydı. Bax, bu anda mən nəğmə olub, könüllərdə laylay deyib gəzəydim. Şən sözləri mirvarət et, bir sapa düzəydim. Deyəydim əziz dostlar, bu gözəl günün, bu gözəl məclisin şərəfinə doldurun, badələri qaldırın içər,
Səma ulduzludur, hava da sərin. Demirəm ki, məst olaq, dünyadan köçək. Deyirəm ki, mehriban düşüncələrin isti qucağında isinək bir an. Şirin söhbətlərdən yorulmaq olmaz. Bu saat, bu dəm, heç yerə, heç yana mən tələsmirəm, siz də tələsmən. Belə gözəl gündə süfrə başında, belə əziz gündə dostlar qarşımda, mən bütün dostlara salam verməsəm, xoş üz göstərməsəm, xoş üz görməsəm, onda bütün dostlarım inciyər məndən, gülürlə təklər, tökülər dəndən. Bu saat, bu dəm, heç yerə, heç yana, mən tələsmirəm, siz də tələsmən. Sizə gözəl yeyib içmək, gözəl şənlənmək, gözəl əhval ruhiyyə, gözəl istirahət arz edirəm əziz dostlar. Var olun, çox sağ olun. Sağ olun gençler, gözler. Bu saatler stüdyo ellerine bırak. Bu sözlerden sonra. Özgür olsun, əziz müəllimlər, müəllim kollektivi. Mən sizləri hər birinizi ateşli salamlayıram. Atalar yazır ki, aylar öpür kesir yaşlar. Qəlb xəyaldır doğanan başlar. Mehriban olun dostlar, qardaşlarla qıraqdan baxar maşallah deyər. Bir qartalan zirvələrdə düşmüşəm. Özümə evdə olmada dostlar tapmışam. Dostlar içində güc almışam. Qoy mehriban olaq, qıraqdan baxar maşallah desin. Sərvətimdir dünyadan mənim. Sərvətimdir dünyada mənim. Dostum, canım, qeyrətim mənim. O dağlar da mənim. El baba mənim. Dostlar içində güc almışam mən alanda. Allah sizləri var eləsin. Gözəl ağsaqqallar. Ağsaqqallıqdan əski olmayan kollektivi bir yerdə görüşürük, bir yerdə cəmləşib, cəm şəkildə toplaşmışıq, sevincimizi bölmək üçün. Bugündən hər birimizi salamlayıram. Allah'tan arzum budur ki, qoy sizləri həmişə Allah-Teala uzaq tutsun ki, nəvələrlə bahəm, nəticələrlə bahəm, evlatlarla bahəm, bax belə, həmişə cümrah qalasınız. Allah sizləri var edəsin. Və istəyirəm ki, bu günləri, bu dostluq, bu mehribançılıq, qardaşlıqla belə bir güruflu alışlar gəlsin sizlərdən. Allah